Məzarın üstünə sərəcəmdə də böyük sənətkarımız Aşıq Ələsgər deyiləndə Azərbaycan aşıq sənətinin şahı hər bir vaxtı dillərdə sözü dastan olan Azərbaycan xalqına elə bir incilər qoyub gedib ki, o insan hələ 1000 illər bundan sonra da onun belə heykəli necə ki Müzəffər Ali Başkomandan möhtərəm prezidentimiz İlham Əliyev o dəyəri verib onun heykəlini Bakıda ucaltdı və arz edirik ki, onun heykəli Göyçədə ucalacaq inşallah. Bu günləri Aşıq Ələsgər yadigarı, onun ocağından olan çox hörmətli Xətai müəllimi mən bu məclisə sizin alqışlarınızla dəvət edirəm. Xeyir olsun, çox hörmətli tədbir iştirakçıları. Belə bir mübarək gecədə hər biriniz ürəkdən salamlayıram. Həqiqətən Səadət xanım haqqında bilirəm ki, burada hər kəsin ürəyində bir gözəl xatirə, gözəl söz fikirlər var. Burada məndən öncə də çıxışlarda da deyildi. Sadəcə olaraq mənim də bir neçə ürək arzum var. İlk növbədə Səadət xanımın anası da Səfər Əmrəsi 105'e çatır. Demək, Dədə Ələsgər ömrü. Sizə də mən Dədə Ələsgər ömrü arzulayıram, Səadət xanım. Həqiqətən də sizlə hər mənada Azərbaycan xanımına xas olan xüsusiyyətlər var. Odur ki, sevinirəm ki, bizim xalqımızın içərisində sizin kimi ismətli xanımlarımız, xüsusilə şairə xanımlarımız var. Və bu, təbii ki, sizin ocaqda elə bir ocaqdır ki, ora mütləqdir ki, Allahın belə deyim də, üstündə nəzəri olan bir ocaqdır. Çünki o şairlər elə belə şair olmur. O şairin sözünü yaşayırsa, deməli, o həqiqətən də Allah tərəfindən o şairə nəsə bir dəyər verilir. Səadət xanım bizim ailədə, bizim ocaqda Göyçədə olubdur. Mən onda bir orta məktəbdə oxuyurdum və xatırlayıram. Doğrudan da o günlər planlığına göz önüme gəldi. Mən Allahdan arzu edirəm ki, Səadət xanım, bir də Allah qismət eləsin, həmin Göyçəyə gedək və yaxud deyildiyi kimi Dədə Ələsgərimizin qəbrini ziyarət eləyək, bərpa olunsun ilk növbədə. Bilirsiniz ki, Cənab Prezidentimiz bundan bağlı çıxışında da dedi, mütləq biz oraya gedəcəyik və orada Dədə Ələsgərin abidəsi bərpa olunacaq. Doğrudan buna mən inanıram. Gəlin biz Cənab Prezidentimiz ürəkdən almışlayaq. Çox sağ olun, təşəkkür edirəm. Mən vaxtı çox almayacağım və elə qeyd edəyim ki, yaşınızı Göyçəmizdə, Akilçəmizdə qeyd edək. Allah sizi var edəsin və biz də Dədə Ələsgər Ocağı İctimai Birliyindən təbii ki, sizə ən ali mükafat, Dədə Ələsgər adına olan mükafatı sizə təqdim eləmişik. Amma yenə də idarə heyəti qərara gəldi ki, sizə Dədə Ələsgər Ocağı İctimai Birliyinin bir fəxri diplomunu təltif edin. Sağ olun, təşəkkür ederim.